Sonuncu şam yeməyində orada böyük qalmaqal olmuşdu. Cəmiyyətimizin dindar kəsimi ilə problemi həll eləməkdə biraz uzun çəkdi. Sizə də nə cürsə təsir elədimi bu? Təsiri var idi təbii ki, indi o obrazı mən oynamışdım. İndi baxmayaraq ki, tam məsuliyyət filmin prodüseri və ssenari müəllifi və rejissorunun üzərində idi. Yəni Əlixan Rəcəbovun üzərində idi. Amma bu məni, necə deyim, Əlixanın qarşısında məsuliyyətdən azad etmir. Əlbəttə ki, mən də onun yanındaydım. Təzyiqlər var idi ki, yəni belə deyək ki, zarafatımızı, komediyamızı başa düşməyən və yaxud başa düşmək istəməyən bir zümrə var idi. Allah qəni-qəni rəhmət eləsin. Qəni-qəni rəhmət eləsin. Heyf ki, o insan bizim aramızda artıq yoxdur. O insanların cavabını çox məntiqli, dini şəkildə Hacı Şahin verdi vaxtında. Allah rəhmət eləsin. Bəli, Hacı Şahin kinematografın yanında oldu, kinematografın dostu oldu, mədəniyyətin yanında oldu və belə deyək, Hacı Şahinin publik çıxışından sonra müzakirələr səngidi. Yəni, onun bir sözü ilə təsiri oldu, hə? Oldu, təbii ki. Şəxsən özünüz heç bir problem yaşamadınız sonra? Yox, şükürlər olsun ki, yaşamadıq. Düzdür, indi də, misal üçün, film elədir ki, film ömürlük tarixdə qalır da. Misal üçün, sonuncu şam yeməyinə indi baxmayan adam var, bizim bu müsahibəmizdən sonra gedib baxacaq yəqin ki. Məncə baxsın. Hə, ona görə ki, yəni, mənim üçün aktuallığını itirən bir layihə var. Amma, misal üçün, rayonlara gedirəm, qonaq gedirəm arası. Görürəm ki, insan elə danışır ki, sanki başa düşürəm ki, bu dünən baxıb o filmə deyəsən. Hansı rolunuzdan daha çox geri dönüş alırsınız? Elə sonuncu şam yeməyi ilə, o mərhum məsələsi ilə geri dönüş alıram. Çox maraqlıdır ki, Viktoriya filmi ilə bağlı kifayət qədər geri dönüş alıram. Nə Əqrəb mövsümü sevilir, Alatava ilə bağlı. Çox geri dönüş alıram, amma sözümün canı nədir? İndi, misal üçün, hər hansı bir sonuncu şam yeməyi ilə bağlı təpki alıram, amma artıq zarafat təpkisidir. Misal üçün, bir dindar qardaşımızı görürəm hansısa rayonda, yaxud nə bilim, hansısa məkanda. Mənə deyir ki, o vaxtı deyir, sənə əsəbi idim. Sonra deyir, bir-iki dənə müsahibələrə baxdım, sonra filmlərə baxdım, gördüm, yaxşı aktyorsan. Bildim səni, oradan Mollanı da belə yaxşı oynamısan. Yəni, çoxsa o vaxt tanımırdı, elə bilirdi ki, kimsə küçədən keçən bir adamı götürüblər, belə mırtdaşıblar. Bilmirəm, indi insanların fikri nə idi o dövrdə. Amma sonra mənim özümü tanıdıqca, məncə o şeylər yatdı biraz, səngidi, belə deyək.